Demək, bir tiktoker belə başa düşdüm ki, keçmiş baldızı ilə barışıb və buna görə də onu qınayanlar var. Bilirsinizmi, bəzən mən özüm çaşbaş qalıram. Biz cəmiyyət olaraq nə istəyirik? Bizim insanlarımız nə istəyir? Nə istəyirsiniz? Məsələn, o qız keçmiş baldızı ilə düşmən qalsa, onunla hər zaman konflikt yaşasa mı yaxşıdır? Davamlı olaraq münaqişə yaşasa xoşunuza gələrmi? Ürəyinizcə olarmı? Yəni istədiyiniz budurmu? Qız da açıqlamasında bildirir ki, övladım üçün bunu etdim. Bu əslində təqdir olunası haldır. Bunu edən ananı baltalamaq yox, bunu edən ananı dəstəkləmək lazımdır. Çünki qadınlar adətən ərlərindən boşanandan sonra sırf keçmiş ərlərindən intiqam almaq üçün, qisas almaq üçün bəzən öz övladlarından da istifadə edirlər. Necə istifadə edirlər? Məsələn, övladlarını ataları ilə görüşməyə qoymurlar. Belə etməklə keçmiş ərlərinə əziyyət verdiklərini düşünürlər. Amma bilmirlər ki, daha çox balalarına, övladlarına ziyan dəyir. Daha çox övladlarına travma verirlər. Bəzi valideynlərin egosu övlad sevgisini üstələyir. Sırf keçmiş həyat yoldaşına cəza vermək üçün öz övladına da cəza verən analar var. Bunlar qınanmalıdır. Bu cür analar qınanmalıdır. Yox, bir qadın əgər deyirsə ki, mən övladım üçün, balam üçün keçmiş baldızımla barışmışam, niyə onu topa tutursunuz? Təqdir etməlisiniz. Çünki övladı üçün ən doğru qərarı vermiş ağıllı bir anadır bunu edən. Rəylərdə nələr yazırsınız, nələr? Sanki bu bir müharibədir, ömürlük davam edəcək bir savaş olmalıdır. Hansı ağılla belə mənfi rəylər yazırsınız? Hansı məntiqlə? Təqdir etməlisiniz ki, hazırda övladı ilə ərini cəzalandırmağa çalışan digər analara örnək olsun.